Hamınıza salamlar. 15 Mart buraxılış imtahanla bağlı fikir yürütmək istəyirəm. Əvvəlcə onu demək istəyirəm ki, storimdə paylaşım elədim ki, 15 Mart buraxılış imtahanla bağlı təəssüratlarınız. 9 Mart imtahan verənlər, 9 Mart qurbanları yazmışdılar ki, asandır. Bunu qeyd etmək istəyirəm ki, yoldaşlar, 3 saat müddətində orada olan abituriyentdən başqa heç kəs onun nə yaşadığını bilə bilməz. Ona görə də yerdən oturub suallara baxıb asandır demək məncə haqsızlıq olar. Necə ki, 9 Mart bizdə imtahan verəndə bizim haqqımızda növbəti ərəfələrdə imtahan verəcək olan şagirdlər, həmçinin imtahan vermiş tələbələr asandır deyirdilər. Bu da onların bizə elədiyi haqsızlıq idi. Biz həmin haqsızlığı indi imtahan verənlərə eləyə bilmərik. Bu öz yerində. Mən şəxsi adıma imtahanın eyni səviyyədə olduğunu düşünürəm. Hətta əgər asanlıq varsa da, yəni müəyyən şeylər burada asandır, müəyyən şeylər orada asandır. Yəni ümumi səviyyə olaraq eyni səviyyədə olduğunu düşünürəm. Gəlin fən-fən analiz eləyək. Deməli 9 Mart buraxılış imtahanında riyaziyyatdan açıq suallar dəhşət çətin düşmüşdü və bunu mən demirəm təkcə. Çətinlik bir yana qalsın, vaxt aparan suallar idi riyaziyyatdan ətraflılar. Qapalılar isə çox asan idi. Qapalılara heç sözüm yoxdur. Mən belə bütün qapalıları düz yazmışam. Yəni riyaziyyat 9 Martda belə idi. 15 Martda isə qapalıları bizə nəzərən 5-10% çətin düşmüşdü. Ətraflıları, açıqları isə bizə nəzərən asan düşmüşdü deyə düşünürəm. Nəzərə alaq ki, balların ən çox bal verəndə ətraflı suallar olur və ətraflılar bizdə 15 Marta nisbətən çətin idi. Amma yenə deyirəm, vurğulayıram ki, riyaziyyat səviyyəsi bərabərləşib. Yəni bizdə ətraflılar çətin, onlarda qapalılar nisbətən çətin idi deyə düşünürəm. İngilis dili həm 15 Martda, həm də 9 Martda ən rahat düşən fənn idi deyə düşünürəm. Çünki qrammatikasından danışmaq istəyirəm. Qrammatika bizdə də çox asan idi. Bugünkü imtahanda da çox asan idi. Lakin readingə baxdıqda, readingdə mən özüm oxumamışam, nə yalan deyim. 9 Mart readingə nisbətən 15 Mart readingin daha asan düşdüyünü dedim mənim ətrafımdan tanışlarım. 9 Mart imtahan verənlər, 15 Mart imtahan verənlər. Listeningə qaldıqda isə listening mən şəxsən problem yaşamışdım. 6 sualımı oradan itirmişdim. Ona görə də yəni listeningdən oradan xəbərim yoxdur. Amma yenə də eşitmə problemi yaşayanların olduğunu gördüm. Mənim üçün də yazanlar var idi ki, yəni listeningi yaza bilməmişəm. Yəni amma listeningdən 6 sualın 6-sını da itirən tapmadım, görmədim. Yəni o dərəcədə də eşitməyən görmədim, amma təbii ki, yenə də eşitmə problemi yaşayanlar, listeningdə problem yaşayanlar çox olub. Azərbaycan dilinə gəldikdə Azərbaycan dilində eyni səviyyədə olduğunu düşünürəm. Çünki qrammatika bizdə də düşündürücü suallar idi. Amma düzdür, mənə təəssüratlarda, yəni tək öz fikirlərimi bölüşmürəm. Mənə yazılanları da sizlərlə bölüşürəm. Orada da Azərbaycan dilindən bizimkinə nisbətən biraz asan olduğunu, qaydaların biraz asan olduğunu dedilər. Amma mən şəxsi adıma eyni səviyyədə olduğunu düşünürəm qrammatikanın. Ondan sonra mətnlər. Mətnlər bizim birinci mətnimiz dəhşət çətin idi. Çətin dediyim nədir bilirsiniz? Vaxt aparan idi. Çox düşünmək tələb olunurdu. Yəni uzun-uzun düşünməli idik və mətni bir dəfə oxumaq bizə kifayət eləməzdi. Amma 15 Martda verilən birinci mətn bizimkinə nisbətən çox asan idi deyə düşünürəm. Yenə deyirəm, o şəraitdə mən yazmamışam, ümumi fikirlərimi bildirirəm. Amma iki mətnə də belə baxsam, yenə də birinci mətnin daha çətin olduğunu bizdə düşünərdim. İkinci mətnə gəldikdə ikinci mətn həm bizdə, həm də ikinci zonada 15 Martda xalça mövzusundan düşmüşdü. O mətnlərin eyni səviyyədə olduğunu düşünürəm. Müddət fakt sual var idi. Mənim ətrafımdan bu mənim şəxsi fikrim deyil. Ətrafımdan deyənlər var idi ki, məsələn bizdə 3 fakt istəyirdi, onlar da 2 fakt istəyirdi. Məsələn, kodlaşdırmaq üçün 3 faktın istənilməyi daha çox vaxt aparardı. Yəni belə nüanslar var idi ki, bunları da sizlərlə bölüşdüm. Buraxılış imtahanı çoxumuzun ümid yeri idi. Ki, sən buraxılışdan çox gözləyib bloka əmin olmayanlar var idi. Amma hansı ki, bu onlar üçün də problem yaratdı. Çünki buraxılış başımıza belə oynatdı. Fikirlərim bu qədər idi. Ümumi fikirlərinizi şərhlərdə bölüşə bilərsiniz.